Kosmik məsafələrin nə qədər böyük olduğunu bilirik. Məsələn, bizə ən yaxın kosmik cismə, yəni peykimiz Aya, pilotlu uçuş təxminən 3 günə reallaşmışdı. Təbii ki, bu 50 il öncənin texnoloji imkanları ilə icra edilmişdi. Müasir dövrdə Aya ən tez çata biləcək, ən azından Plutona səfər edərkən Ayın yaxınlığından keçən New Horizons kosmik gəmisi təxminən 8 saat ərzində bu məsafəni qət etmişdi. Amma kosmik ölçülər nəzərə alındıqda, bu belə çox böyük müddət hesab oluna bilər. Müşahidə edilə bilən kainatın nə az nə çox, təqribən 93 milyard işıq ili genişliyində olduğunu bilirik. Bəs işıq sürətinə çata bilərikmi? Cavab təəssüf ki, xeyirdir. Çünki kütləli cisimlərin bu həddə çatmağı mümkünsüzdür. Lap işıq sürətinə çatsaq belə, bu əhəmiyyətli dəyişiklik gətirməyəcək. Niyəsi budur ki, bizə ən yaxın digər ulduz sistemi olan Proxima bizdən düz 4 işıq ili məsafədədir. İşıq sürəti 1 qırağa. Onun ən azından 99%-dən yaxınlaşsaq, daha doğrusu nə vaxtsa yaxınlaşa bilsək belə, bu problemi həll etməyəcək. Xülasə, biz bəşər olaraq hələ ki öz sistemimizlə yetinməli olacağıq. Təbii ki, bunun üçün belə uzun zaman lazım olacaq. Marsın, qaz nəhəngləri olan Yupiter və Saturnun həyat qığılcımları ola biləcək peykləri üçün belə çox uzaq.